Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala avladil Hüseyin ve ala ashabil Hüseyin. Heyhat minna zillər. Sizlərə və özümə zillət içində yaşamaqdansa şərəfli ölümü tövsiyə edirəm. Həqiqətən də dünya çox vəfasızdır. Ey dünya, sən nə vəfasızsan belə? Axı sən xanım Zəhraya İmam Əli tərəfindən Mehriyə təyin olunmuşdun, Mehriyə gəlmişdin. Ey dünya, sən nə vəfasızsan belə? Axı Allah Taala səni xanım Zəhraya görə xəlq eləmişdi, xanım Zəhraya görə yaratmışdı. Bir sən qalmışdın, sən də xanım Zəhraya vəfasız çıxdın, xanım Zəhraya üz çevirdin. Xanım Zəhra deyir, mənə üz verən fəlakət gündüzə üz versəydi, gündüz dönüb gecə olardı. Axı hansı fəlakətdir görəm gündüzü gecəyə çevirir? Məgər elə bir fəlakət varmı ki, gündüzü gecəyə çevirsin? Gündüzü gecəyə çevirən yalnız bir amil var, bir şey var. O da o zaman ki, qara buludlar gəlib günəşin qarşısında sədd çəksinlər və günəşin işıq yolunu bağlasınlar. Yalnız o zaman gündüz dönüb gecə ola bilər. Qara buludlar başımızın üstünü aldığı zaman gündüz dönüb qaranlıq ola bilər. Yoxsa gündüz heç vaxt dönüb qaranlıq, zülmət ola bilməz. Xanım Zəhranın ətrafındakı o zalım insanlar da o qara bulud kimi idilər. O qara buluda bənzəyirdilər. Çünki qara bulud həmişə və hər zaman özü ilə qar yağış gətirər. Amma xanım Zəhranın ətrafında olan o qara buluda bənzər insanlarsa qar yağış əvəzinə xanım Zəhranın həyatına qəm-kədər və qəm-qüssə gətirdilər. Xanım Zəhranın vəfatı İmam Əlinin ömrünə qara tufanlar gətirdi. Həzrət Əli məsciddə idi. Fizzə gəldi xanımın şəhadət xəbərin Əli əleyhissalama xəbər versin. Yaxınlaşdı, dedi, ya Əli, başımız sağ olsun. Peyğəmbərin qızını itirdik. Deyir, o məzlum Əli qaça-qaça gəldi evə. Yolda neçə kərəm dəyir qalxır, dəyir ayağa qalxır. Day xanım Zəhra, Day xanım Zəhra dünyadan köçmüşdü. Həzrət Əli istəyir xanımı qüsl eləsin. Ya İmam zamandan bağışlar. Dedi, Zəhracan, heç mən sənin bədənində bu qədər yaranı görməmişdim. Deyir, elə ki, dəydi o sınıq qabırğalara əleyhissalamın əli, elə ki, xanım Zəhranın sınıq qabırğalarına əli dəydi əleyhissalamın, gəldi başını dayadı divara, elə yana-yana ağladı. Fizzə dedi, ya Əli, uşaqlara deyirsən ağlama, amma özün yana-yana ağlayırsan. Dedi, Fizzəcan, axı yandı ürəyimin başı. Artıq yavaş-yavaş o qara buludlar gündüzün üzərinə öz zülmət pərdəsini çəkmişdi. Artıq gecə olmuşdu. O məzlum Əli 7 nəfər tapa bilmirdi ki, aparıb xanım Zəhrasını torpağa tapşırsın. Axır Həsən, Hüseyn, Salman,
hərəsi bir tərəfdən yapışaraq gecənin zülmət çağında xanım Zəhranı torpağa tapşırdılar. Görəm Həzrət Əlinin xanım Zəhrasız o gecəsi necə keçdi. Aman anasızlığı əlindən. Həsən, Hüseyn, xanım Zeynəb, Ümmü Külsüm, hərəsi evin bir küncündə sığınıb, elə hıçqıra ağlayırlar deyir. Həzrət Əli səhər çıxdı evin önünə, elə nərə çəkdi, dedi, ey əhli Mədinə, hər gün gəlib Zəhranın ağlamaq səsindən şikayət edirdiniz. Ey əhli Mədinə, daha rahat yata bilərsiniz. Day Peyğəmbərin qızı ağlamaq səsini eşitməyəcəksiniz. Peyğəmbərin qızı öldü. Day rahat yata bilərsiniz bundan sonra. Sonra Məzlum Əli gəlib evin qapısını açdı. Biri öləndə insanlar gəlib baş sağlığı verərdi. Amma İmam Əlinin evinə heç kim gəlmədi. Heç kim gəlib Əliyə baş sağlığı vermədi. İmam Əli dedi, qızım Zeynəb, daha gələn olmadı, sən dur Rozada Əmun Zəhradan bizi ağlayan. Ana Zəhra, nə olar gəl başımı al qızım. Nə olar son bir kərə nur üzümü qoy üzümə. Yaşamaqdırsa bu sənsiz həyatı istəmirəm. Gələcəksənsə xəbər et, yolunu gözlər. Gəldi, xanım Zəhra gəldi. Haçan gəldi xanım Zəhra? O zaman ki İmam Hüseynin Kərbəlada başın bədənindən ayrılmışdılar. Hüseynin başı bədənində olmadığına görə day xanım Zəhra oğlunun yaralı başın dizi üstə ala bilmədi. Səlman deyir, səhər açılmışdı, day Zəhra yox idi, dünyadan keçmişdi. Getdim Əlinin evinə, deyir sanki bir su küt sökmüşdü Həzrət Əlinin evinə. Deyir, daxil oldum evə, gördüm olub balaca körpələr, hərəsi evin bir küncündə sığınıb yatırlar. Amma Həzrət Əlisi evdə yoxdur. Deyir, bildim ki, Əli getsə xanım Zəhranın qəbri kənarına gedəcək. Səlman deyir, üz tutdum Bəqiyə sarı. Gəldim xanım Zəhranın məzarı kənarına. Deyir, gördüm o Məzlum Əli 2 qat yığılmış halda oturub xanım Zəhranın qəbri kənarında. Ya Əli, başını da qoyub 2 dizinin üstünə, deyir, ya Zəhra, məni qoyub hara getdin ya Zəhra? Məzlum Əlinin ağı səndən başqa kimi var idi, sən də məni qoyub getdin. Və la'nətullah aləl qovmul zalimin minəl anə ilə qiyam. اللهم إنا نسألك وندعوك وباسمك العظيم الأعظم الأعظم الأجل الأكرم وبحق زهراء وبحق علي يا الله يا الله يا الله يا الله يا الله.